proqnozu nəyə əsasən veririk ki, hə, bu xəstə tamamilə sağaldı, bunda 5 ildən sonra təzədən metastaz verib üstümüzə gələcək, bu getdi bir 10 il yaşayacaq. Bunun diaqnozunu düzü ömrü verən Allahdır, amma bu proqnozu nəyə əsasən verə bilirsiniz? Baxın, şişin bioloji xüsusiyyəti bütün suallara cavab şişin bioloji xüsusiyyəti verir. Birinci cavabı. Yəni, təəssüf ki, bizdə yenə dediyim kimi xəstələr gəlir ki, qonşuda bu idi, ətrafda bu idi, tanışda bu idi, məndə niyə başqa cürdür? Bu suallarla tez-tez rastlaşırıq. O zaman mən belə bir sual verirəm. Ailədə neçə nəfərsiz? Deyək ki, deyil 3 nəfərik. Mənim yoldaşımdır və bir qızım var. İkinci sual verirəm. Məsəl üçün qrip xəstəliyi, qrip olmusunuz. Bir zökəm keçirmisiniz. Hamınız eyni cür mü xəstələnirsə evdə? Birinin qızdırması olacaq. Məsələn, Covid-də bunu açıq gördük. Biri sadəcə belə deyim zökəm olacaq, biri günlərlə yataqda qalacaq, zəiflik, bədən qırılması, sümük ağrısı, hərə bir cür keçirəcək bu xəstə. Çünki onda hansı növü olduğunun iki insanda eyni növü olmur. Adı eyni ola bilər. Üçündə də qrip deyəcək. Adı eyni, üçü də onkoloji xəstə olacaq. Necə deyim, üçü də şəkər xəstəsi olsun, 3 hipertonik xəstəmiz olsun. Amma bunun hamısı eyni cür gedirmi? Yox. Təəssüf ki, başqa xəstəliklər haqqında belə geniş deyə bilməm, amma süd vəzi olmasa da ümumiyyətlə xərçəng xəstəliklərinin bioloji xüsusiyyətlərinə görə biz bunları ayırmalıyıq. Ki bunu bizim insanlar təəssüf qəbul eləmək istəmir. Onda da şiş idi deyir, məndə də şiş idi. Məsələn, deyir ki, Fatmanisə xalada da şiş diaqnozu qoymuşdu, heç kimya zad elətdirmədi, 15 ildir top kimi də yaşayır. Bəli. Bu birisinin getmədiyi həkim, ağıllı dərmanlar, nə bilim nələr elədi, 5 ildən artıq yaşaya bilmədi. Şişin bölünmə, proliferasiya indeksi dediyimiz bölünmə, çoxalma bir faktoru var. Bəzi xəstəliklərdə o dediyim kimi yaranandan biz şiş tapana qədər müəyyən bir bölünmə keçir, hüceyrələr bölünür, nizamsız bölünür və bir şiş toxuması əmələ gəlir. Biz şiş toxumasına, şiş xəstəliyinə sadəcə lokal süd vəzində yerləşmiş bir xəstəlik kimi baxmaq doğru deyil. Bu bir sistem xəstəliyidir. Biz bu şişi əməliyyat edib götürsək belə, onun müalicəsini bitirsək belə, müəyyən yatmış hüceyrələr orqanizmdə qalmış olur bu həmişə. Bunlar dormant hüceyrələr deyil. Adı belə də gedir ədəbiyyatda dormant hüceyrələr, yatmış hüceyrələr deyilir. Bu hüceyrələr illərlə yatmış vəziyyətdə ola bilər. Xəstənin ömrünün sonuna qədər heç vaxt baş qaldırmaya da bilər. Deyək ki, xəstə 60 yaşında əməliyyat olub, 80-90 Allah verən ömrü tam sağlam yaşaya da bilər. 3 il, 5 il, 10 il müəyyən bir necə deyim, bilinməyən bir müddətdən sonra, qeyri-müəyyən bir müddətdən sonra qayıda da bilər. Bu qayıtmaması nədən asılıdır? Yeməyindən mi asılıdır, içdiyi vitamindən mi asılıdır, stressdən mi asılıdır, müalicədəki nizam-intizamından, disiplinasından mı asılıdır? Şişin bioloji xüsusiyyətindən. Aqressiv xərçəng növlərimiz var, daha yumşaq gedişli xərçəng növlərimiz var, çox az ləng gedişli, məsələn, luminal A dediyimiz bir alt qrup var. Hormonlar pozitivdir, dediyimiz HER2 dediyimiz faktor negativdir və orada bir 267 şişin dediyimiz kimi proliferasiya indeksi var, bölünmə indeksi çox aşağıdır. Deyim 15-dən aşağıdır. Bu luminal A bəlkə də 10 il, 15 il sonra ümumiyyətlə xərçəng kateqoriyasından çıxarılacaq bir xəstəlik növüdür. Yəni süd vəzi xəstəliyindən gedir söhbət. Bu xəstələr bəli, əməliyyat olunur. Bəzilərinin heç kimyoterapiya aparılmır, bəzilərinin aparılır. Artıq burada xəstə qrupu seçilməsi asılı olur. Amma bundan sonraki həyatının hansı müddətində bu xəstəlik geri qayıdacaq, qayıtmayacaq, hansı müddətdən sonra qayıdacaq, buna proqnoz vermək çətin olsa belə, biz luminal ləng gedişli şişlərə rahatlıqla deyə bilirik ki, zaten bu uzun müddət ləng gedişdən sonra üzə çıxmış bir şiş toxuması olub.